Müasir dövrdə rəqəmsallaşma proseslərinin sürətlənməsi ilə əlaqədar internet və sosial şəbəkələrdən istifadə ictimai münasibətlərdə gündəlik həyatımızın ayrılmaz tərkiblərinə çevrilmişdir. Nəzərə alsaq ki, rəqəmsal mühitin iştirakçılarından biri də uşaqlardır. Bilək ki, uşaqlar sosial şəbəkələr və internetdə müxtəlif məlumatlarla tanış olurlar. Bu məlumatların bəzən onlar üçün faydalı olsa da, bir sıra hallarda uşaqlar öz yaşlarına uyğun olmayan məlumatlarla tanış ola bilərlər. Bu isə onların təhlükəsizliyi baxımından risk daşıyır. Nəzərə alsaq ki, ölkəmizin qanunvericilik sistemində məhz uşaqların zərərli informasiyadan qorunmasını təmin olunması ilə bağlı normativ hüquqi baza mövcuddur. Uşaqların rəqəmsal təhlükəsizliyi yalnız ailənin deyil, həm də dövlətin və ictimai təşkilatların birgə məsuliyyət daşıdığı sahədir. Son dövrlərdə bu sahədə hüquqi mexanizmlərin gücləndirilməsi istiqamətində yeni addımlar atılıb. Prezident İlham Əliyevin imzaladığı uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında sərəncamı da bu sahədə rəqəmsal transformasiya sayəsində uşaqların hüquqi və sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş dövlət siyasətinin tərkib hissəsidir. Həmin sərəncam əsasında məhz uşaqların zərərli məlumatlardan qorunması ilə bağlı bir sıra prinsiplər müəyyən olunmuşdur. Burada əsas məqsəd bundan ibarətdir ki, ilkin növbədə sosial şəbəkə istifadəçisi olan uşaqların öz yaşlarına uyğun olaraq məzmunlu informasiyadan tanış olmasını təmin etmək, oradan müvafiq filtrlənmə proseslərini aparmaq, eyni zamanda valideyn nəzarətinin təmin olunması və platforma daxili təhlükəsizlik mexanizmlərinin tətbiqini nəzərdə tutmuşdur. Mütəxəssislər isə bildirirlər ki, sosial şəbəkələrin nəzarətsiz istifadəsi uşaqların psixoloji inkişafına da təsir göstərə bilər. Bu baxımdan valideyn və müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Çox zaman görürük ki, yeniyetmələr, uşaqlar senzura olmadan sosial media vasitələrindən istifadə edə bilirlər və bu onların birbaşa psixologiyalarına, eləcə də şəxsiyyətin inkişafına təsir göstərən amil kimidir. Bu nöqtədə yalnız iş dövlətin üzərinə deyil, həmçinin valideynlərin və pedaqoqların da üzərinə düşür. Sosial mediadan, eləcə də ekran asılılığının qarşısını almaq üçün telefondan, televizordan, planşetlərdən istifadəyə müəyyən vaxt limiti qoyulmalı və bu nəzarətə alınmalıdır valideynlər tərəfindən. Psixoloqlar həmçinin ekran qarşısında keçirilən vaxtın düzgün tənzimlənməsinin də vacibliyini vurğulayırlar. Uşaqların yaşının 10 misli qədər müddətdə, zamanda uşaqlar ekran qarşısında zaman keçirə bilərlər. Nümunə olaraq desək, 5 yaşında bir uşağın ekran müddəti maksimum 50 dəqiqə ola bilər və bu müəyyən aralıqlarla mümkündür. Yəni 50 dəqiqə ard-arda ekran qarşısında əyləşməsi düzgün hesab edilmir. Eləcə də sosial media hesablarından valideynlər daimi nəzarət etməlidir ki, uşaqlar nələri izləyir, nələrlə maraqlanır və bunlar uşaqların, yeniyetmələrin psixologiyasına, düşüncəsinə və əqidəsinə necə təsir göstərə bilər, bununla bağlı düşünüb müəyyən tədbirlər görməlidirlər. Mütəxəssislər hesab edir ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması üçün dövlət, məktəb və valideynlər birgə fəaliyyət göstərməlidir. Bu halda sosial şəbəkələrdən həm faydalı, həm də təhlükəsiz istifadə edilə bilər. Tərlan İbrahimova, Asil Fətəliyev, Namiq Abbasov, NTV Xəbər.